Herkese salam. Ümidvaram hər şey qaydasındadır. Obrataqdan ata danışır, bilməm səs düşəcək. Nə dərəcə düşəcək? Üzülü sayarsınız. Düzü biraz heyecanlıyım çünki danışmağı, hətta kameraya baxmağı belə biraz yadırğamışam, uzun müddətdir video çəkmirdim. Və videonu çəkməyim çox spontana alındı, kameranın qarşısına keçməyim və çox hazırlıqsızam. Ümidvaram mövzunu toparlaya biləcəm. Bəs videonun məqsədi nədir? Hal-hazırda bir kitab oxuram və aşırı bəyənirəm fikirlərini, amma hələ bitirməmişəm. Ona görə kitabın hansı kitab olduğunu elan eləməyəcəm. Bitirəndən sonra inşallah ki bir təhlil videosu gələr. Fikirlərimi paylaşaram, sonra siz də öz əlavələrinizi eləyərsiniz. Oxuyan şəxslər fikirlərini yazarlar bu kitab barəsində. Mövzuya keçməmişdən öncə bir sualla başlayacağam. Sizin özünüzü tam huzurlu hiss elədiyiniz an nədir? Sizin üçün tam huzurlu hiss elədiyiniz an nədir? Nə zaman özünüzü tam şəkildə huzurlu hiss eləyə bilirsiniz? Videonu dayandıra bilərsiniz, biraz düşünə bilərsiniz, cavabı kommentdə yaza bilərsiniz. Mənim cavabım bu suala şükr eləyəndə. Düzü, yəni həmişə, hər an şükr eləyirəm, şükr eləməyə xatırlayıram desəm yalan olar. Təəssüf ki, mən də zaman-zaman xatırlayıram, şükr eləyirəm. Bu hər zaman baş vermir, amma nə zaman ki şükr eləməyə başlayıram, özümü çox huzurlu hiss eləyirəm, çox şanslı hiss eləyirəm, xoşbəxt hiss eləyirəm. Çünki əslində fərqində olmadan nə qədər şeyin, yəni varlığını duyuram, mənəvi. Yəni və şükr elədikcə əslində nə qədər şükr edə biləcəyim hadisələrin, şeylərin varlığını hiss eləyirəm, başa düşürəm, fərqinə varıram. İndi isə kitabdan kiçik bir hissəni, altını xəttədiyim bir cümləni paylaşacağam. Dua ilə istədiyin hər hansı bir şeyi əldə edə bilməzsən. Və ümumiyyətlə, dua ilə istədiklərinin həyata keçməsi mümkün deyil. Çünki sənin bu tələbin yoxluqdan yaranan ehtiyacdır. Və sən bu ehtiyacının ancaq bir yolla, sadəcə istəməklə həyata keçməsini gözləyirsən. Əsl dua isə yalvarışlarla yox, dua şükür ilə olmalıdır. Yaşamaq istədiklərinə aid seçimlərdə Tanrıya əvvəlcədən təşəkkür etsən, istəklərinin nəticələrini də olduğu kimi tam reallığı ilə qəbul edəcəksən. Şükür ən güclü duadır. Sən sual vermədən Tanrının verəcəyi cavabın təsdiqidir. Odur ki, heç vaxt yalvarma, təşəkkür et. Bəlkə də məsələ nəyisə istəmək, dua eləmək deyildi. Və yaxud həmin istəyin həyata keçməsi deyildi. Həmin istəyin qəlbimizə düşdüyü üçün şükr eləmək idi. Çünki illaki bir səbəbi vardır. Və hansı dualar qəbul olur? Nəyi həqiqətən istəyirik? Və içdən o inan var ki, o qəbul olacaq. O dualar həqiqətən reallaşır. Bir də ki, hər istədiyimizi yaşaya bilmərik. Hər istədiyimiz mütləq ki olmur. Çünki bəzi istəklərimiz həqiqətən qəlbdən gəlir. O bir inam hissi daşıyır özündə və mütləq ki qəbul olur.
Amma bəzi istəklərimiz də nəfsdən gəlir. Nəfsdən. Onların qəbul olmağı mümkün deyil. Əgər nəsə istəyəndə hüzurlu hiss edirsinizsə, qəlbdən gəldiyini hiss edirsinizsə, bilin ki, o dua qəbul olacaq, o istəyiniz qəbul olacaq. Daim sevgi ilə qalın, daim şükürlə qalın, daim gözəlliklər sizinlə olsun.